Əziz, parlaq, iddialı və qəlbi günəş kimi isti olan şirlər, hər birinizi səmimi qəlbdən salamlayıram. Ulduzların səmadakı möhtəşəm rəqsini, planetlərin sizə göndərdiyi gizli mesajları və bu yayın ən dinamik həftələrindən birinin proqnozunu bölüşmək üçün yenidən bir aradayıq. Qarşımızda 22 iyun tarixindən başlayıb 28 iyun tarixinə qədər davam edəcək olduqca xüsusi, daxili dünyanızı hərəkətləndirən və gələcəyə dair böyük strateji addımlar atmağınıza zəmin yaradan bir həftə var. Bilirsiniz ki, sizin idarə edici planetiniz, həyat mənbəyimiz olan Günəşdir. Günəşin indicə xərçəng bürcünə keçməsi ilə birlikdə sizin üçün səmada bir qədər fərqli, daha çox pərdəarxası adlandıra biləcəyimiz bir dövr başlayıb. Od ünsürünün ən xarizmatik, lider və diqqət mərkəzində olmağı sevən nümayəndəsi olaraq, bu enerji bəzən sizə biraz qəribə gələ bilər. Çünki kainat bu günlərdə sizdən səhnənin önündə parıldamağı deyil, biraz geri çəkilib planlar qurmağı, enerjinizi bərpa etməyi və ad gününüzün yaxınlaşdığı bu ərəfədə daxili dünyanızda böyük bir təmizlik aparmağı tələb edir. Gəlin bu 7 günlük maraqlı zaman kəsiyini, qarşınıza çıxacaq fürsətləri və diqqət etməli olduğunuz məqamları saniyə-saniyə, addım-addım, bütöv bir hekayə kimi birlikdə vərəqləyək. Həftənin ilk günü olan 22 iyun bazar ertəsi səhərinə oyandığınız zaman içərinizdə qəribə bir daxili sorğu-sual, bəlkə də uzun müddətdir ağlınızı məşğul edən, lakin kənara qoyduğunuz bəzi düşüncələrin yenidən oyandığını hiss edə bilərsiniz. İş mühitinizdə və ya gündəlik fəaliyyətlərinizdə hər şeyin bir qədər yavaş getdiyini, layihələrin və ya danışıqların istədiyiniz sürətlə irəliləmədiyini görəndə daxili bir gərginlik yaşaya bilərsiniz. Şir bürcü olaraq siz hər şeyin dərhal, mükəmməl və sizin idarəniz altında baş verməsini istəyirsiniz, lakin bazar ertəsi günü kosmos sizə səbirli olmağı pıçıldayır. Bugün rəhbərliklə, iş yoldaşlarınızla və ya tərəfdaşlarınızla olan münasibətlərdə ego qarşıdurmalarından mütləq uzaq durmalısınız. Kiminsə sizin liderliyinizi və ya bacarıqlarınızı görməzdən gəldiyini düşünsəniz belə, qəfil və sərt reaksiyalar verməyin. Unutmayın ki, ən böyük güc bəzən sakit qala bilmək və hadisələri kənardan müşahidə etmək bacarığıdır. Günün ikinci yarısında yarımçıq qalmış, hər kəsdən gizli saxladığınız bir layihə üzərində tək başına çalışmaq sizə inanılmaz bir fokuslanma gücü verəcək və gələcəkdə hər kəsi heyran qoyacaq bir işin təməlini qoyacaqsınız. Çərşənbə axşamına, yəni 23 iyun tarixinə keçid etdiyimiz zaman ünsiyyət planeti Merkurinin səmada yaratdığı intensiv təsirlər daxili dünyanızdakı fikirləri daha aydın ifadə etməyinizə kömək edəcək. Bugün gizli qalmış bəzi məlumatlar, arxanızca danışılan sözlər və ya sizdən gizlədilən bəzi sənədlər qəfildən qarşınıza çıxa bilər. Narahat olmayın, bu vəziyyət sizin ziyanınıza deyil, əksinə, kimin real dost, kimin isə sadəcə maska taxmış bir rəqib olduğunu görməyiniz üçün kainatın sizə etdiyi bir yaxşılıqdır. İntuisiyanız bugün o qədər güclü olacaq ki, qarşınızdakı insanın gözlərinin içinə baxaraq onun ağlından keçən niyyəti saniyələr içində oxuya biləcəksiniz. Bu parlaq zəkanı və analitik qabiliyyəti maliyyə məsələlərinizə də yönəldə bilərsiniz. Keçmişdən qalan bir borc, unudulmuş bir sənəd işi və ya bank əməliyyatı varsa, bugün həmin məsələni dərindən araşdırıb tamamilə yoluna qoymaq üçün ideal bir zamandır. Sözlərinizi seçərkən diqqətli olun, tənqidi tərəfinizi biraz yumşaldın və insanlarla danışarkən özünüzü onların yerinə qoymağa, yəni empati qurmağa çalışın. Həftənin ortasında, yəni 24 iyun çərşənbə günündə ayın hərəkətləri emosional dünyanızda dərin bir həssaslıq və fərqindəlik dalğası yaradacaq. Bugün hər zamanki o gür səsli, hər kəsi əyləndirən şir obrazından biraz uzaqlaşıb, tamamilə özünüzlə baş-başa qalmaq, ruhunuzu dinləndirmək istəyə bilərsiniz. Ailənizlə, valideynlərinizlə və ya uşaqlıqdan bəri həyatınızda olan, sınanmış dostlarınızla səmimi, dərindən söhbətlər etmək sizə çox yaxşı təsir edəcək. Əgər ürəyinizi sıxan, sizi gərginləşdirən hər hansı bir məsələ varsa, bunu sadəcə güvəndiyiniz bir insana açmaq daxili bir yüngüllük gətirəcək. Bugün sağlamlığınıza, xüsusən də sinir sisteminizə və yuxu rejiminizə xüsusi diqqət yetirməlisiniz. İşin, gələcək qayğıların gətirdiyi zehni yorğunluq bədəninizdə yüngül ağrılara səbəb ola bilər. Bitki çayları içmək, axşam saatlarında meditasiya etmək və ya sakit bir musiqi dinləyərək dincəlmək batareyalarınızı doldurmaq üçün vacibdir. Özünüzə vaxt ayırmağın bir egoizm deyil, əksinə ətrafınıza daha yaxşı işıq saçmaq üçün zəruri bir ehtiyac olduğunu qəbul edin və bu günü öz ruhunuzun baxım günü elan edin. Gəldik həftənin bəlkə də ən sürprizli, eşq və estetik dolu gününə, 25 iyun cümə axşamı.
Sevgi ilahəsi Veneranın səmada parıldayan gözəl işığı sizin şəxsi münasibətlərinizə, eşq həyatınıza və yaradıcılıq sahənizə sehirli bir toxunuş edir. Əgər həyatınızda kimsə varsa, bugün aranızda uzun müddətdir davam edən o soyuqluğu, monotonluğu tamamilə qırıb ata bilərsiniz. Partnyorunuzun sizə bəxş edəcəyi xüsusi bir diqqət, bəlkə də gözlənilməz bir etiraf və ya səmimi bir qucaqlaşma qəlbinizdəki bütün şübhələri yox edəcək. Şirlər sevilməyi, təqdir olunmağı və heyranlıq qazanmağı hər şeydən çox sevirlər, budur. Bugün ulduzlar partnyorunuz vasitəsilə sizə bu duyğunu fazlasıyla yaşadacaq. Subay olan şirlər üçün isə cümə axşamı günü tam bir dönüş nöqtəsi ola bilər. Gizli bir pərəstişkarınızın ortaya çıxması, sosial şəbəkələrdən gələcək maraqlı bir mesaj və ya təsadüfi bir mühitdə qarşılaşacağınız bir insanın sizə qarşı göstərəcəyi heyranlıq daxili enerjinizi pik həddə qaldıracaq. Bu insana dərhal qapılmadan əvvəl onunla intellektual olaraq da eyni dalğada olub olmadığınızı yoxlayın, flörtün və diqqət mərkəzində olmağın dadını ürəkdən çıxarın. Həftə sonunun astanasında 26 iyun cümə günü diqqətiniz tam mənası ilə maddi resurslarınıza, gəlirlərinizə və gələcək maliyyə planlamanıza köklənəcək. Biz bilirik ki, şir bürcü həyatı lüks içində yaşamağı, keyfiyyətli əşyalara sahib olmağı və ətrafındakı insanlara qarşı son dərəcə cömert, əliaçıq davranmağı sevir. Lakin cümə günü planetlərin mövqeyi sizə büdcənizdə daha ciddi, praqmatik və hesabatlı olmağı məsləhət görür. Son zamanlar xərclərinizin bir qədər balansdan çıxdığını, bəlkə də sırf vizual olaraq xoşunuza gəldiyi üçün ehtiyacınız olmayan şeylərə böyük məbləğlər xərclədiyinizi fərq edə bilərsiniz. Bugün oturun, gəlir və xərclərinizi dəqiq şəkildə masaya yatırın. Önümüzdəki aylar üçün böyük bir investisiya, ev və ya maşın alqı-satqısı planlaşdırırsınızsa, indidən bir kənara vəsait qoymağa başlamaq gələcəkdə əlinizi inanılmaz dərəcədə gücləndirəcək. İş yerində isə rəhbərliyinizə pərdə arxasında hazırladığınız o böyük ideyanı təqdim etmək, strategiyanızı göstərmək üçün çox uğurlu bir andır. Sizin nə qədər dərindən düşündüyünüzü və hər bir riski hesabladığınızı görən iş ortaqlarınız sizə olan etibarını bir qat daha artıracaqlar. Həftə sonu gəlib çatdıqda 27 iyun şənbə günü içinizdəki o sosial, əyləncəli və yaradıcı şir tam gücü ilə geri qayıdır. Bütün həftə boyu içinizdə topladığınız o yaradıcı enerjinin, böyük fikirləri bugün dostlarınızla, sevdiyiniz insanlarla bölüşmək üçün möhtəşəm bir zamandır. Şənbə gününü tamamilə evdə oturaraq keçirmək sizə görə deyil, mütləq yaxın çevrənizlə bir araya gəlin, fərqli bir məkanı kəşf edin və ya maraqlı bir bədii tədbirə, kinoya, teatra gedin. İnsanlarla edəcəyiniz intellektual mübadilələr, yumor dolu söhbətlər zehninizi tamamilə yeniləyəcək. Daxil olduğunuz hər mühitdə təbii liderliyiniz, şirin diliniz və xarizmanızla heyranlıq toplayacaqsınız. Həmçinin bugün uzun müddətdir məşğul olmadığınız bir hobbinizə, yaradıcı yazıya, rəsmə və ya dizayna vaxt ayırmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Özünüzü ifadə etməyin hər bir yolunu sınayın, çünki sizin ruhunuz istehsal etdikcə, yaratdıqca və bəyənildikcə bəslənir. Həftənin son günü olan 28 iyun bazar günü isə kainat sizdən tam bir sakitlik, mütləq istirahət və rəqəmsal detoks tələb edir. Bütün həftənin gətirdiyi o emosional və zehni yükü, iş gərginliyini tamamilə unuda bilmək üçün bugün telefonunuzu səssizə alın, sosial şəbəkələrin o yorucu axınından bir qədər uzaqlaşın. Bazar gününü tamamilə təbiətlə bağ qurmağa ayırın, əgər imkanınız varsa, yaşıl bir parka getmək, təmiz havada sakit bir yürüyüş etmək və ya sadəcə evinizin ən rahat küncündə əyləşib sevdiyiniz bir kitabı oxumaq sizə inanılmaz dərəcədə yaxşı gələcək. Ateş ünsürü olaraq enerjinizi bərpa etməyin ən gözəl yolu daxili aləminizdə o sarsılmaz sülhü, hüzuru tapmaqdır. Ötən həftə ərzində yaşadığınız hər bir hadisəni, qazandığınız təcrübələri daxilinizdə sakitcə analiz edin. Görəcəksiniz ki, əslində pərdə arxasında qalıb plan qurmaq sizə nə qədər böyük bir müdrikliyin və gücün qapısını açıb. Özünüzə inanın, daxilinizdəki o sönməyən günəş işığına güvənin və hər yeni günə böyük bir şükürlə, coşquyla addımlamağa davam edin. Siz hər zaman bir nömrəsiniz və ulduzlar bunu sizə hər an xatırlatmağa hazırdır. İşıqlı, sevgi dolu və zəfərlərlə zəngin bir həftə diləyi ilə.